Biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik. Biz özümüz işğaldan əziyyət çəkmişik. Biz ərazi bütövlüyümüzün pozulmasından əziyyət çəkmişik. Biz bu vəziyyəti tam anlayırıq. Şəxsən mən realist olaraq qeyd edirəm ki, bunu sülh üçün yaxın gələcəkdə Rusiya ilə Ukrayna arasında perspektivlər aydın görünmür. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan ediblər. Onlar indi bundan necə çəkilə bilər geriyə? Əfsuslar olsun ki, müharibələr o vaxt bitir ki, yekun kapitulyasiya aktı olsun. Bizim dostumuz qeyd etdi. Onlar gəlib sərhədə çıxdılar, öz ərazilərini azad etdilər və müharibə dayandı. Biz də belə etdik. Müharibələr belə bitir. Bu real dünyanın